təəssüf ki, bəyənmədim. Gəlin keçək videonun başlanğıcına. Bu salonda demək olar ki, bütün rənglər var. Pişik gözündən tutmuş adi gel rənglərinə qədər. Hətta ora bir qərarla girib 15 qərarla çıxa bilərsiniz. Çünki rənglər çox möhtəşəmdir və sizə də paleti belə göstərirəm. Və keçirik biz artıq dırnaqlarımızı sökdürməyə. Daha sonra manikür olunur. Burada da mən maniküra çox önəm verən bir insanam. Burada da göstərirəm ki, baxın necə də gözəl, səliqəli şəkildə manikür olunubdur. Daha sonra gel vurulur və görürsünüz ki, necə səliqəli şəkildə geli düzəldir. Və keçirik mənim kaprizlə olduğum hissələrə. İlk öncə mən bura gəlmişdim ki, French ötürəcəm. Başqa da bir fikrim yox idi. French. Sadəcə olaraq fikrim qalmışdı pişik gözlərdə. Dedim ki, vav, çox gözəldir burada. Mən çox bəyəndim. Xanım çox gözəl işdir və təsəvvür edin ki, 3 ildə ilk dəfədir ki, mən French'i bu qədər gözəl eləyən bir xanımla rastlaşıram və çox mutlu oldum buna görə də. Çünki artıq daimi şəkildə bu xanımın yanına gələcəyim garantidir. Çünki 1-0 öndədir. Amma təəssüf ki, bu Frenchləri də sildiririk. Niyə? Çünki mənim ağlım başqa rənglərdə qalıb. Bəli, bir istədim ki, fərqli bir rənglər olsun. Ona görə də fərqli bir rəngləri deneməyə çalışdıq ki, belə çox gözəl görünür. Baxın, vav görünür, deyil mi? Çünki rənglər çox qəşəng, dediyim kimi, çoxlu rənglər var. Amma bəyənmədim. İşte mən bəyənmədim. Daha sonra keçirəm. Dedim ki, yox, bu səfər qəhvəyi tonlarda olacaq və pişik göz olacaq. Burada xanıma təşəkkür edirəm ki, o qədər nəzakətli şəkildə, məni səbirli şəkildə nazımı, kaprizmi çəkdi, mənim istədiklərimi bir-bir etdi. Baxın, burada da pişik gözü effekti veririk. Həqiqətən çox gözəldir. Bir də istədik ki, ürək effekti olsun və mən çox bayıldım. Bu boyadan istifadə olmuşdu. İstədim sizin üçün də paylaşım. Nömrəsini də burada qeyd etmişəm. Baxın, dırnaqlarım çox qəşəng oldu. Mən bayıldım. Bir də daha detaylı sizin üçün çəkmək istədim ki, baxın, manikürü falan. Hətta yəni çox qəşəngdir. Mən bayıldım. 10 üzərindən 10.